Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə bəd, həmmə bəd. Demək, davam edirik. Sələs-i Usul adlı, 3 əsas adlı risaləni Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullahın və keçən dəfə 4 məsələyə toxunmuşduq. 4 məsələ gətirmişdi və bunun dəlilin Əsr surəsindən. Sonra müəllif davam edir. Deyir ki, İ'lem rahimakallah, bil ki, Allah sənə rəhm etsin, ənəhu yecibu alə kulli muslimin və muslimətin təallumu sələsi həzihil məsailə və lə'aməlu bihinnə. Bu 3 məsələni öyrənib ona əməl etmək hər bir müsəlman kişi və qadına vacibdir. Yəni, bu nədir bu 3 məsələ? Birinci məsələ odur ki, ənəlləhə xaləqənə və razəqənə və ləm yətruknə həmələ. Ki, bilməlidir ki, birinci məsələ odur ki, Allahdır bizi yaradıb, bizi ruzlandırıb və bizi boş buraxmayıb. Bəl ərsələ ileynə rəsulən fəmən ətəəhu dəxiləl cənnətə və mən əsahu dəxilənlər. Əksinə bizə rəsul göndərib ki, kim ki ona itaət edəcəksə, cənnətə daxil olacaq. Kim asilik edəcəksə, itaət etməyəcəksə, cəhənnəmə daxil olacaq. Yəni, bu birinci məsələ idi. Hansı ki, hər bir müsəlman kişi və qadına vacibdir bunu bilmək və ona əməl etmək. və bunun dəlili Allah Taala'nın bu ayəsidir. İnnə ərsəlnə ileykum rasulən şəhidən aleykum. Kəmə ərsəlnə ilə firavunə rasulə fəəsə firavunur rasulə fəəxəznəhu əxədən vabilə. Həqiqətən biz sizin üzərinizə, sizə, yəni şahid duracaq, şahid olacaq bir rəsul göndərdik. Necə ki, bundan öncə Firavuna da rəsul göndərmişdik. Və Firavun rəsula qarşı asilik etdi. Onu deyir, şiddətli əzabla yaxaladıq. Yəni, rəsul göndərilmişdi Allah tərəfindən ki, Allahın, öz istəyi nədirsə, buyurduğu nədirsə, insanlara çatdırsın, insanlar o ilə getsin. Çünki Allah deyir, necə ki, əvvəlində dedi, insanı yaradıb, ruzlandırıb və onu boş, bekar buraxmayıb. Onun üçün təlimat göndərib, rəsul göndərib. Kim bu təlimata itaət edirsə, cənnətə daxil olur, yəni mükafatı budur. Kim asilik edirsə, cəhənnəmə daxil olur. Necə ki, bu ayə ona dəlildir, dediyimiz kimi. Və şərhçi şərhində deyir ki, hər bir müsəlman kişi və müsəlman qadın nə deməkdir? Yəni, buna mükəlləf deyilir. Yəni, mükəlləflik nədir? Yəni, vəzifələnmiş şəxs, yəni yüklənmiş bir şəxs, kişi və qadından, azad və quldan ibarət olunan hər bir kəsə, hər bir kişi və qadına bu vacibiyyət eyni olaraq, yəni fərdul eyn olaraq vacibdir. Çünki bunun tərkinə görə nə var? Cəza var. Və sonra deyir ki, yaratdıq, yəni yoxdan var etdik mənasındadır. Yəni, yaratdıq ibadət üçün və müxtəlif ruzular göndərdik, neymətlər verdik ki, bu ruzulardan, bu neymətlərdən istifadə edib nə üçün yaradılmışsa, o qayəni yerinə yetirsin. Yəni, ibadəti yerinə yetirsin. Və boş buraxmamaq məqsədi burada nədir? Boş buraxmadıq nədir? Yəni, sanki heyvanlara bənzər kimi, malqaraya bənzər kimi nə əmr olunublar, nə qadağan olunublar, bu kimi buraxılmadı. Bu barədə Allah Taala buyurmuşdu. Əyəhsəbul insanu ən yutraka suda. Yoxsa ki, insan elə hesab edir ki, boş buraxılıb. Və başqa ayədə buyurur ki, Əfəhəsibtum ənəmə xaləqnəkum əbəsən və ənəkum ileynə lə turcəun fətəaləllahul məlikul haqq lə iləhə illəhu. Əfəhəsibtum, deyir Allah Taala buyurur ki, Əfəhəsibtum ənəmə xaləqnəkum əbəsə. Yoxsa elə hesab edirsinizmi ki, siz boşa, əbəs yerə mi yaradıldınız? Və ənəkum ileynə lə turcəun və bizə dönməyəcəksiniz. Fətəaləllahul məlikul haqq. Yox, deyir, yəni ucadır Allah. Haqq olan hökmdar. Yəni, hökmdar nədir? Yəni, idarəçi, əmr verən, qadağa edən.
Yəni Allah Taala bu adı ilə bildirir ki, əbəs yerə yaranmayıb insan, yəni insan əmr olunub və qadağan olunub. Necə ki, bu haqq olan hökmdarın haqqıdır. Yəni əmr etsin, qadağan etsin və ona itaat olunsun. Və dalınca deyir ki, la ilahə illə huve. Ondan başqa da haqq ilah yoxdur. Yəni ibadətin qayəsi, yəni yaradılışın qayəsini bildirir bizə. Yəni Allaha ibadət etmək, onu ilahlaşdırmaq. Və həmçinin qudsi hədisdə keçir ki, İbn Ədəm xalaqtuka li əcli. Ey Adəm övladı, səni özüm üçün yaratdım. Yəni mənə ibadət edəsən deyə, itaat edəsən deyə. Və xalaqtu kulli şeyin li əclikə fələ tələb. Və hər bir şeyi də sənin üçün yaratdım. Odur ki, oyun oyuncaq oynama. Bəl xalaqana lina'budahu vahdahu la şərikə lehu. Əksinə Allah bizi yaradıb ki, biz ona ibadət edək, ona şərik qoşmayaq. Və sonra deyir ki, bəl ərsələ ileynə rasulən. Əksinə deyir bizə rəsul göndərmişdir. Yəni müəllif demişdi. Orada şərhçi də deyir ki, kimdir bu rəsul? Muhammed sallallahu aleyhi ve sellem'dir ki, Allah onu deyir hidayətlə, haqq dinlə göndərmişdi. Və həzə aslun azimun min usuliddin. Bu usuliddinin, yəni asluddinin ən böyük, yəni usullarından biridir. Yəni Muhammed Rasulullah hissəsidir. Yəcibu aleyna ma'rifətuhu və i'tiqaduhu vəl-əməl bimuqtadahu. Və necə ki, birinci usul, yəni asluddin, la ilahe illallah idi. İkinci də Muhammed Rasulullahdır ki, bizim üzərimizə bunu bilmək, onu etiqad etmək və onun tələblərini yerinə yetirmək vacibdir. Və sonra deyir ki, şərhində Fəmən ətə'əhul dəxələl cənnə və kim o rəsula itaət edərsə cənnətə girəcək. Nə anlamına gəlir bu? Çünki ona itaət etmək, Allaha itaət etməkdəndir. Allah Taala bu haqda buyurmuşdu. Və men yuti'illəhə və rasuləhu yudxilhu cənnatin təcri min təhtihəl ənharu xalidinə fiyhə və zəlikəl fawzul azim. Kim Allaha və elçisinə itaət edərsə, Allah onu deyir, altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi olaraq qalacaqlar. Və zəlikəl fawzul azim. Həqiqətdə də bu əzəmətli bir uğurdur. Və həmçinin Allah Taala buyurur: "Və men yuti'illah və rasuləh və yaxşallaha və yattaqhi fe ulaika humul faizun." Kim Allaha itaat edib, onun elçisinə itaat edərsə, Allahdan qorxub ona təqva göstərərsə, təqva nədir? Yəni əmr və qadağalarını yerinə yetirərsə, məhz onlardır qazananlar. Həmçinin müəllif deyir ki, "Və men asahu dəxələnnar." Və kim asilik edərsə Rəsula cəhənnəmə girər. Bu nə anlamına gəlir? Əzanallah minhə, Allah bizi ondan qorusun cəhənnəmdən. Amin. Bu haqda Allah Taala buyurmuşdu: "Və men ya'sillaha və rasulehu və yeta'adda hududahu yudkhilhu naran khalidan fiha və lehu azabun muhin." Kim Allaha və onun elçisinə asilik edərsə və onun hədlərini aşarsa, onu deyir cəhənnəmə salıb əbədi orada saxlayar və onun üçün alçaldıcı əzab var. وَقَدْ أَمَرَنَ اللّٰهُ بِتَاعَتِهِ وَنَحَانَ أَنْ مَعْسِيَتِهِ فِي غَيْرِ مَوْضٍ مِنْ كِتَابِهِ. Və bu haqda deyir, Allah Taala bir çox yerdə öz kitabında bildirmişdi ki, kim ona itaat edərsə, onun əmrini yerinə yetirməlidir itaətlə və onun qadağasını da, yəni asiliklərdən çəkinməlidir, asiliklərdən. Sonra deyir ki, dəlil nə idi bunun? Ayə gətirdi. İnna ərsəlnə iləykum rasulən şəhidən aleykum kəmə ərsəlnə ilə firavuna rasulə. Biz sizə, yəni sizə şahid olacaq bir rəsul göndərdik. Necə ki, sizdən qabaq Firavuna da rəsul göndərmişdik. Yəni sizin əməlinizə qiyamət günü şahiddir. Şahiddir. Necə ki, digər ayədə Allah Taala buyurur: "Və kəzəlikə cəalnakum ummatan vasata." Eləcə də biz sizi orta bir ümmət etdik. Bu keçən dərslərdə demişdik, nədir orta ümmət? Yəni ədalətli ümmət, yəni litakunu şuhada alan-nas, ki siz insanlara şahidlik edəsiz, yəni orta yolda olasınız, ədalətli olasınız. Və yakunu rasul aleykum şəhidə, və rəsul da sizin üzərinizə şahid olsun.
Və necə deyir? Firavuna deyir, rəsul göndərdik. Kimdir bu? Hansı rəsuldur? Musa Kəlimur Rəhmən aleyhisselam. Yəni Allahla danışan Kəlimur Rəhmən, Rəhmənlə danışan, yəni ləqəbli Musa aleyhisselamdır. Kəmə əxbərallah bihi fi qeyri mavdin min kitabihi. Necə ki bu barədə, yəni Allah Taala bir çox yerdə öz kitabında qeyd etmişdi. Və asə Firavun Rasulə Musa aleyhisselam və əbə illə təmədi fil kufri və tuğyan. Və deyir, Firavun da deyir, asilik etdi Allah elçisinə, Musa aleyhisselama və üst çevirdi. Yəni öz deyir, küfründə, tuğyanında qaldı. Və axırda deyir ayənin və əxəznəhu əxzən vəbilə. Və biz onu şiddətli, həlak edici əzabla yaxaladıq. Bu da nədir? Onu dənizdə batırmaq, onun qoşunu ilə dənizdə batırdıq. Fələm yəflit minhum əhəd. Və heç kəs oradan yayına bilmədi. Yəni bütün qoşun hamısı batdı, hamısı həlak oldu. Heç kəs oradan yayına bilmədi. Thumma ba'da zalika fi azabil barzakh ila yawmil qiyamah. Bundan sonra onlar bərzaq əzabına düşdülər qiyamət gününə qədər. Ondan sonra isə onları cəhənnəm əzabı gözləyir. Necə ki bu haqda Allah Taala buyurmuşdu: "Ən-nar yu'raduna aleyha huduvan və aşiyyə." Onlar hər günüz və gecə cəhənnəmə məruz qalacaqlar. Yəni bərzaqda o da məruz qalacaqlar. Ey yuradun aleyhi fil bərzaq, yəni bərzaqdadır olacaq bu əzab, yəni hal-hazırda gedir. Həm huduv, yəni nahar vaxtı, günüz vaxtı, həm də əşi, yəni axşam vaxtı. Və yawma taqumu sa'a adkhilu ala fir'auna ashaddal azab. Qiyamət günü qopduqda isə onları deyir daha şiddətli, yəni Firon əhlini daha şiddətli əzaba deyir, düçar edin. Fəhəzil aqibə əl-asina li-rusul və cəza'əl-muxalifin li-əmrihim. Və məhz budur deyir, yəni asilik edənlərin, yəni asilərin aqibəti, yəni pis aqibətləri, yəni rəsullara asilik edənlərin və müxaliflərin də Allahın əmrinə müxaliflərin də cəzası məhz budur. Fəhzəru əntum əyyuhəl ümmə. Və ona görə bu ayə deyilir ki, ey Məhəmməd ümməti, siz də çəkinin bu hala düşməkdən. Ən tə'su nəbiyyəkum Muhammedən sallallahu aleyhi və səlləm ki, nə badə asilik edəsiz Peyğəmbəriniz Muhammed sallallahu aleyhi və səlləmə. Fəyəhillə bikum kəmə həllə bihim min iqabilləhi və alimi əzəbihi. Və sizə də yəni onlara olduğu kimi Allahın şiddətli əzabı, onun ağrı verici əzabı üst tutmasın deyə. Həm dünyada, həm bərzaqda, həm də axirətdə. Nəuzu billahi min zəlik. Allaha sığınırıq bu şeylərdən. Və fil Qur'ani ayətun kəsirə fi bəyani səadəti mən ətəər rusul və şəqavəti mən əsəhum. Və Quranda bir çox yerlərdə, bir çox ayələrdə qeyd olunur. Allah rəsullarına itaət edənlərin xoşbəxtliyi haqda və onlara asilik edənlərin də bədbəxtçiliyi haqda. Və bundan sonra gəlir ikinci məsələ, yəni dedik ki, 3 məsələdən ibarətdir bu mövzu, bundan sonraki mövzu. Yəni birinci mövzu nə idi? 4 məsələyə bölmüşdü müəllif. Ondan sonra 3 məsələyə bölür. Bunlar ikisi müqəddimədir əsas mövzuya. Yəni 3 əsas mövzusuna müqəddimələrdir. İnşallah gələcək bunun izahına. Bu ilə kifayətlənir. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu